Adi direktor belə öz masasının üstündə stəkanı götürüb yumaq istəmir ki, mən direktoram. Bunun səbəbi nədir? Onun daxili olaraq içində olmuş olduğu özü ilə təyin olunmuş vəzifə arasında bir boşluq var. Yəni direktor adı özünü daxildən tanıdığı addan daha böyükdür. Ad özündən böyükdür deyə bu təzad yaranır. Sahibkarların, xüsusilə də kiçik sahibkarların, biznesi yeni başlayanların ən böyük səhvlərindən biri odur ki, ya işçini həddən artıq mükafatlandırır, bəzən isə daha az mükafatlandırır və yaxud da ki, dəyərləndirir deyə. Bəzən elə olur ki, yəni biz nəzərə almalıyıq ki, işçilər var ki, tərifləyəndə motivasiya olur. Bəzi işçilər var ki, onları cəzalandıranda motivasiya olur, işləməyə başlayır. Bəziləri isə toxunmadan öz işini görür. Bunları müəyyənləşmə çox önəmlidir. Çünki elə vəziyyətlər olur ki, xarici təcrübədə olan dəyərləndirmə, bonus, mükafat sistemləri olduğu kimi bəzən ölkəmizdə tətbiq olunmağa başlayır və yaxud da ki, digər şirkətin bonus sistemi olduğu kimi tətbiq olunmağa başlayır. Hardasa düzgün deyil, çünki şirkətlərin mentalitetləri fərqlidir. İşçilər hətta bu sistemlə tətbiq olunarkən işçilərin spesifik xüsusiyyətləri dəyərləndirməli, fərdi olaraq da bonus sistemləri tətbiq oluna bilər. Bunlara fikir vermək lazımdır. Bəs necə olur ki, bizim işçilər müəyyən yerdən sonra, bizə ən sadiq olan işçi müəyyən bir yerdən sonra həvəsdən düşməyə başlayır? Bu nəsə səbəbkarı da bizik. Əgər işçi özünü daxilən 10 bal üzərindən 6-da görürsə, biz onu 4 olaraq dəyərləndiririksə, aradakı 2 bal qədər o demotivə olmuş olacaq, qopmuş olacaq. Əksinə 6-da görürsə, biz onu 8-də dəyərləndiririksə, bu zaman isə həddini aşma kimi, yəni kobud səslənsə də həddini aşma kimi müşahidə oluna bilər vəziyyət. Bu isə onun vəzifəsindən sui-istifadə və yaxud da ki, daha effektiv işləməyə səbəb ola bilər. Məsələn, nümunədə deyə bilərik ki, bəzən elə olur ki, hər hansı bir işçi rəhbər vəzifəyə təyin olunur, o artıq əvvəl kimi effektiv işləmir. Ya işçilər arasında məsafə qoyur, kiçik işlər görməməyə çalışır, işləri üstünə atmağa çalışır. Bu o deməkdir ki, bu işçi 6 olduğu halda 8 dəyərləndirilib. Ən önəmlisi isə işçini düzgün dəyərləndirmə. Yəni bonus sistemidir, mükafatlandırma bu hökm deyil qurulsun. Əgər qurulacaqsa da mütləq ki, dəqiq şəkildə müəyyənləşdirilməlidir. Kör-körayına olmamalıdır, bəzən isə fərdi şəkildə işçiyə görə müəyyən olunması daha faydalıdır.